Aleykümselam və rahmetullahi və barakatuh. Qardaş soruşur ki, bugünkü gündə bəzi məscidlərdə şahid olmaq olur və yaxud da rastlaşırıq ki, bəzi qardaşlar səsini yüksəldir. O səviyyədə ki, namaz qılanlara, Quran oxuyanlara, dua edənlərə mane olurlar. Məsciddə kütləvi şəkildə səsin yüksəlməsi və orada ibadətin gözəl şəkildə əda olunmasına mane olur. Belə olduğu halda qardaşlarına tövsiyə edərdiniz və yaxud da belə şey etməyin hökmü nədir? Allaha sığınaraq deyirəm ki, qardaş, ilk öncə bilmək lazımdır ki, məscidlər nə üçün tikilib? Məscidlərin tikilmə məqsədi, tikilmə qayəsi nədir? Həyatda olan insanların icad etdiyi, insanların düzəltdiyi, tikdikləri nə varsa hamısında səbəb məqsəd var. Bu səbəb məqsəd ya dini məqsədlər var arxasında, ya da dünyavi bir məqsəd var. Məsələn, bir insan ev tikirsə, məqsəd odur ki, sığınacaq bir yeri olsun, yatsın, dursun və yaxud da otursun, istirahət etsin və s. kimi arxasında bunun səbəblər var. Birinə desən ki, məsələ, niyə maşın almışsan, sənə səbəbini deyəsidir. Və yaxud da birinə deyirsən, niyə su quyusu qazdırırsan, səbəb ortada bəllidir. Həmçinin məscid. Məscidin tikilmə səbəbinə, məscidlər nə üçün inşa olunur, nə üçün tikilir, məscidə getmək nə üçün lazımdır, bunların əslinə və səbəbinə baxmamız lazımdır. Məscidlər Allahı zikr etmək üçün tikilib sadəcə, namaz qılmaq üçün tikilib sadəcə, dua olunmaq üçün tikilib sadəcə. Məscidlərdə əsas tikilməkdə hədəf məqsəd budur. İnsanlar orada elm öyrənsinlər deyə, orada dinlərində vacib olan hökmlər bilsinlər deyə, yəni dərs keçilsin deyə, namaz qılınsın deyə, Quran oxunsun deyə, namaz qılınsın deyə, Allah zikr olunsun deyə, onun üçün tikilib məscidlər. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə bir ə'rabi, bir bədəvi gəlib məscidə su yoluna çıxdığı zaman Peyğəmbər sallallahu aleyhi və səlləm ona başa salır ki, məscidlər bu şeylər üçün tikilməyib. Məscidlər, Peyğəmbər s.ə.v buyurur ki, Allahı zikr etmək üçün və yaxud da Allah zikr olunmaq üçün tikilib. Ona görə qardaşlar, bu məqsədə, bu qayəyə baxmamız lazımdır və ona uyğun hərəkət etməmiz lazımdır. Məsciddə kiminsə gəlib səs-küy salması, namaz qılanlara, ibadət edənlərə mane olması və yaxud da onlara təşviş etməsi və yaxud da onların xuşu şəklində ibadəti əda etmələrinin mane olması, bunların hamısı İslam ümmətinin icması ilə qadağan olunan hərəkətlərdən və yaxud əməllərdəndir. Ona görə məzhəblərdə belə bir ixtilaf var. Baxın, görün ixtilaf nəyin üzərindədir. Əgər səs-küy salınmazsa, yüksək səslə danışılmazsa, heç bir ibadət edənə mane olunmazsa, hər hansı bir dünyavi söhbəti, mübah olan, halal olan dünyavi söhbəti məsciddə etmək olarmı, etmək olmazmı? Bunun üzərində ixtilaf ediblər. Heç bir namaz qılana, ibadət edənə mane törətmirsə, mübah olan dünyavi bir söhbət edirsə, aşağı səslə. Belə olduğu halda kimsə nəsə sakit danışa bilərmi, danışa bilməzmi? Bax, bunun üstündə ixtilaf var. Ona görə baxsaq, Hənəfi məzhəbinə görərik ki, hətta heç bir insana mane olmadan belə, səsi yüksəltmədən belə, hər hansı bir dünyavi söhbəti məsciddə etməyə haram deyirlər. Hənəfi məzhəbində haramdır. Sadəcə məscid zikr üçün, namaz üçün, dua üçün, Quran oxumaq üçün, elm öyrənmək üçün, bunlar üçünlü deyir əsl. Hər hansı bir dünyavi söhbəti alçaq səslə, heç bir kəsə təşviş etmədən etmək belə haramdır deyir. Hənəfi məzhəbində belədir. Maliki və Həmbəli məzhəbində məhkruhdur, bəyənilmir. Əhməd ibn Həmbəldən soruşanda deyir ki, məscidlərdə əsl odur ki, zikr olunsun və məscidlərdə Allahı zikr etməkdən və insanın Allaha yaxınlaşdırası əməllərdən başqası olunmasın. Maliki və Həmbəli məzhəbində bəyənilmir. Şafii məzhəbində mübahdır deyirlər. Mübahdır, əgər başqalarına əziyyət vermirsə. Deməli, fikir verin qardaşlar, 4 məzhəbin 4-ündə də
icmadır ki, əgər bir insan məsciddə yüksək səslə danışarsa və yaxud da bir insanların namaz qılmasına, xuşu ilə namaz qılmasına, xuşu ilə dua etməsinə, zikr etməsinə mane olan bir hərəkət edərsə, icmadır ki, haramdır. Ona görə diqqət etmək lazımdır, qardaşlar. Məscidlərin İslam dinində böyük hörməti var. Məscidlərin İslam dinində böyük ədəbi ərkanı var. Buna riayət etməmiz lazımdır bir müsəlman kimi. Bəzilərimiz var, evimizdə tam başqa cür davranırıq, amma məsciddə başqa cür. Yəni, evimizdə olan davranışlarımız, məsciddə olan davranışlardan daha yüksəkdir və daha əfzəldir. Nəyə görə, qardaşlar? Bu onu göstərir ki, halı belə olan insanın qəlbində və içində məscidin əzəməti ya yoxdur, ya da azdır. Bəzi insanlar var məsciddə, evində bəlkə də körpə uşağı yatsa və yaxud da evində bir adamı yatsa və yaxud da evdə səsini yüksəltməyi ədəbsizlik görür və yaxud da istəmir. Amma məsciddə onun üçün bu hərəkət etmək adidir. Bu insanın iman zəifliyindən, dini mərifinin yoxsulluğundan irəli gəlir. Ona görə, qardaşlar, məscid Allahın evi sayılır. Ona görə Allah Azza və Cəllə buyurur, وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ Məscidlər həqiqətən Allahındır. Sən məscidə getdinsə Allahın misafiri, Allahın qonağı sayılırsan. Orada bir misafir kimi davranman lazımdır. Ən yüksək səviyyədə, ədəbiyin ən yüksək səviyyəsini məsciddə göstərmən lazımdır. Və sənin bir müsəlman kimi haqqın yoxdur ki, ora ibadət etmək üçün gələn, zikr etmək üçün gələn bir müsəlmana mane olasan. Sənin bunu haqqın yoxdur. Sən əgər yüksək səslə hərəkət etsən, məscidə fitnə çıxartsan, məsciddə ibadət eləyənlərə, etmək istəyənlərə mane olsan, sən həm onların haqqına girmiş olursan, həm də Allahın evinə qarşı haqsızlıq etmiş olursan. Ona görə qardaşlar, siz fikir verin, bu haqda sünnədə hədislər var. Bir gün İmam Əhməd ibn Həmbəl Musnəd kitabında gətirib, hədisin isnadı səhihdir. Peyğəmbər s.ə.v bir rivayətdə gəlir ki, etiqafda idi, bir rivayətdə gəlir ki, evində idi. Görür ki, məsciddə yüksək səslə Quran oxuyurlar. Namazda sahabələr. Və gəlir Peyğəmbər s.ə.v buyurur ki, وَلَا يَجْهَرْ بَعْضُكُمْ عَلَى بَعْضٍ بِالْقِرَاءَةِ فِي الصَّلَاتِ Namazı qılarkən qiraətinizi, Quran oxumağınızı namazınızda bir-birinizin səsindən yüksəltməyin. Bir-birinizin səsindən yüksəltməyin. Quran oxuyarkən belə, namazda ikən bir adam səsli namaz qılırsa, sən gəlib ondan yüksək səslə oxuma. Çünki həm bir-birinizə maneçilik törədirsiniz, həm də başqa ibadət edənlərə. Əgər bir insanın Quran səsi ilə, Quran oxumaqla, Quran oxuyaraq səsini yüksəltməsi şəriətdə başqasına əziyyət verirsə, qadağadırsa, dünyavi hər hansı bir söhbəti edərkən insan səsini ucaldaraq başqa ibadət edənlərə mane olmasının nə səviyyədə qadağan olduğunu, qardaşlar, bir düşünün. Elə ona görə İslam dinində bir insan itiyini məsciddə axtarmaq, nəyinisə elan etmək qadağandır. Çünki məscidlərin öz hörməti var, qorunması lazımdır. Qorunması lazımdır. Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir səhih hədisdə buyurur ki, İyyəkum və həyşətil əsvaq Məscidləri bazar halına çevirməyin. Məscidləri bazara döndərməyin. Bazar kimi etməyin. İmam-ı Nəvavi rahimehullah deyir ki, hədisin mənası odur ki, məscidləri bazar halına çevirməyin. Yəni, bazarda olan hadisələr nələr ki var, o hala çevirməyin. Yəni, bazarda nələr var? Qadın kişiyə qarışır, kişi qadına qarışır, hamı bir yerdə gəzir. Yəni, bazarı belə eləməyin. Və bazarda dartışmayın. Bazarda, məscidlərdə dartışmayın. Məscidlərdə kişi qadınlar, qadın kişi bir-birlərinə qarışmasın və mübahisə etməyin. Məscidlərdə səsinizi yüksəltməyin və fitnə törətməyin. Məsciddə oyun çıxartmayın. İmam-ı Nəvavi deyir ki, məscidləri bazar halına döndərməyin, bu mənaya gəlir. Bu mənaya gəlir. Ona görə sələflərdən Əbul-Vəlid Əl-Bəci rahimehullah Muntəqə kitabında gətirir ki, əgər məsciddə Quran qiraəti ilə bir insan səsini yüksəltməyi başqasına mane olursa, qadağandırsa, başqa bir söhbətlə, başqa bir hər hansı bir dünyavi söhbətlə məsciddə səsini yüksəltməsi daha da haqlıdır ki, haram olsun. Və ona görə qeyd edir İmam-ül-Bəci rahimehullah ki, məsciddə səsləri yüksəltmək, məscidləri küçümsəmək deməkdir. Məscidə hörmətsizlik deməkdir. Və məsciddə səsləri yüksəltmək,
məscidin haqqına girmək deməkdir. Ona görə İmam Əl-Bəci rahimehullah deyir ki, məscidi küçümsəmək, məscidi təhqir etmək, məscidin hörmətini azaltmaq olmaz. Çünki səsi yüksəltməyin deyir ki, buna dəlalət eləyir. Və diqqət etmək lazımdır qardaşlar. Diqqət etmək lazımdır. Məscidlərin öz hörmətini, məscidlərin öz şanını bir müsəlman kimi qorumamız lazımdır. Ona görə İmam Əl-Buxari rahimehullah səhih kitabında bab qoyub. Məscidlərdə səsi yüksəltmək fəsili. Və orada hədis gətirir, əsər gətirir Ömər ibn Xattabdan. Ömər ibn Xattab radiyallahu anhu görür ki, məsciddə 2 nəfər səsini yüksəldib və onları çağırtdırır yanına, onları döymək və onları vurub ağrıtmaq istəyir, ədəbləndirmək, tərbiyə etmək istəyir. Lakin ondan öncə onların üzündə qəriblik gördüyü zaman soruşur ki, siz haralısınız? Deyirlər ki, biz Taifdən gəlmişik. Deyir, əgər siz Mədinə əhli olsaydınız, mən sizi ədəbləndirərək vurardım. Deməli, onlar məscidin ədəblərini bilmədikləri üçün onları üzürlü sayır Ömər ibn Xattab. Yoxsa səslərini qaldırdıqlarına görə onları ədəbləndirməyi şəri baxımından layiq görür. Diqqət etmək lazımdır, qardaşlar. Bu şəriətdir, bu dindir. Hərə özünə sərf eləyəsi şəkildə götürməyə haqqı yoxdur bu dini. Allah nə tər əmr eləyibsə, bu din əvvəlindən axırına kimi eyni şəkildə götürülməlidir. Ona görə əsərlər var həmçinin. Əsərlər var. Ömər ibn Xattab radiyallahu anhudan görür ki, bir neçə nəfər məscidə toplanıb ticarətlərindən danışırlar. Ömər ibn Xattab radiyallahu anhu onların üstünə deyir ki, məscidlər sadəcə Allahı zikr etmək üçün tikilmişdir. Əgər siz ticarətinizi, başqa söhbətlərinizi edəcəksinizsə, çıxın Bəqi qəbirstanlıqda danışın bu söhbəti. Həmçinin gəlir Əbu Dərdə radiyallahu anhudan. Bəzilərinin məsciddə alış-verişdən danışdığını görərkən onlara deyir ki, ey kimsələr, məscidlər bunun üçün tikilməyib. Ona görə, qardaşlar, bizlər də məscidin hörmətini, məscidin dəyərini, qiymətini bilməmiz lazımdır və məscidin hörmətini daimi şəkildə saxlamamız lazımdır. Bu dini bir hökmdür və bu bir dini bir məsələdir. Ona görə tövsiyəm odur ki, kimləri görsəniz, məsciddə yüksək səslə danışırlar, mübahisə törədirlər, məsciddə başqalarına əziyyət verəsi hərəkət edirlər, onlara yumşaq şəkildə tək olaraq başa salın şəri hökmü. Hətta qəbul etsinlər, kibirlənməsinlər deyə. Əksi təqdirdə həmin insan, həmin ədəbsizliyində davam etdisə, məscidin imamına tənbih etmək lazımdır bu şeyi. Hətta bəzi elm əhli, İmam İbn Abdülbar gətirir ki, fiqhdə qayda var ki, əgər bir insandan pis iy gəlirsə, o mənada ki, başqalarına əziyyət verir, onu imamın haqqıdır ki, məsciddən çıxartsın. Və buna qiyas olaraq deyirlər ki, əgər bir insan məsciddə fitnə törədərsə, səsini yüksəldərsə, başqalarına mane olarsa, imamın haqqı var ki, həmin insan yenə məsciddən çıxartsın və cəmaatdan uzaqlaşdırsın. Ona görə, qardaşlar, bu dinimizdir və dinimizi Allahın əmr etdiyi və Rasulullah s.ə.v-in yönətdiyi kimi yaşamamız lazımdır. Şeyxülislam İbn Teymiyyə rahmehullah həmçinin bu məsələdən soruşulur və geniş şəkildə izahat verir. Böyük Fətvalar kitabının 22-ci cildində 205-ci səhifədən etibarən. Və Allah Azza və Cəllədən diləyirəm ki, bizləri məscidin əzəmətini bilənlərdən, məscidin ədəblərinə riayət edənlərdən etsin və məscid vasitəsilə, məscidin səbəbi ilə Allah Azza və Cəlləyə daha çox yaxınlaşanlardan etsin və ən gözəl şəkildə ibadətləri ixlasla əda edib və başqaları üçün daha faydalı olmağı nəsib eləsin. Allahu aləm və sallallahu aleyhi və səlləm və barik alə nəbinəm.